Uşağına məcbur yemək yedizdirən valideynlər ekrana biraz yaxın gəlin. Bugün sizə problemin həllindən danışacağam. Uşaq qorxudan yemək yeyəndə stresə düşür. Stres və qorxu uşaqda iştahı qaçırır. Fikir vermisinizsə, uşaqları restorana aparan zaman onlar daha çox yemək yeyirlər. Bu məhz streslə bağlıdır. Uşağın normal qidalanmasını istəyirsinizsə, onu masaya hamı ilə birlikdə yemək yeməyə cəlb edin. Yemək yeyərkən telefon verməyin, təzyiq etməyin və ən sevdiyi yeməkləri faydalı şəkildə bişirin. Lakin bütün bunları etməyinizə rəğmən uşağın iştaha yerinə gəlmirsə, bu zaman trimetavit şərbəti sizə dəstək olacaq. Trimetavit şərbəti tərkibindəki siproheptadin maddəsi hesabına uşağın iştahını yaxşılaşdırır. Bildirim ki, siproheptadin maddəsi sınanmış və təhlükəsiz maddədir. Bu maddə baş beyin səviyyəsində iştah mərkəzini oyadaraq 30 dəqiqədən sonra uşağın acımasına səbəb olur. Tərkibindəki B qrup vitaminləri maddələr mübadiləsini sürətləndirir, qan yaranma prosesinə dəstək olur, sinir sisteminin fəaliyyətini yaxşılaşdırır, eyni zamanda uşaqlarda düşünmə qavramaya da dəstək olur. Trimetavit şərbətini həkim və əczaçıların tövsiyəsi ilə bütün apteklərdən əldə edə bilərsiniz.